Herkese salam, herkesin sabahı xeyir olsun. Gününüz xeyirli uğurlu keçsin. Güneşe baxın, elə gözəl hava var. Artıq şükür Allaha ki, yaz hiss olunur. Günlərdəki bayramdır, Ramazan bayramıdır. Hər birinizi təbrik edirəm. Neçə belə gözəl bayramlara çıxaq. Bütün oruçlarımız, namazlarımız, dualarımız qəbul olsun inşallah. Allahın köməyi ilə. Bax belə, Allah bol ruzu bərəkət versin hər birinizə. Gəldim, keçdim balkona. İndi çay, inansız hələ özümə gəlməmişəm, belə adaptasiya keçmib də Ramazan ayından sonra. İndi hələ özümə gəlməmişəm. Gərək paltaları yumuşdum dünənləri axşam. Buraları silməliyəm, buraları yığışdırmalıyam. Görürsünüz nə gündədir. Bu suları saxlamışam burada. Bir də görsən ki, çünki suyumuz kəsilir, qalırıq belə susuz. Ona görə su saxlamışam. Buranı bir dənə siləcəm, təmizləyəcəm, paltarları sərməliyəm. Sonra qalan paltarları yığmalıyam. Deməli, yenə atlama hazırlayacağım. Çünki qızıma görə dünlər bütün bədəni səhmişdi. Ona görə elə dünənə bütün günü yatıb, 2 dənə diazani vermişdim. Gün ərzində yatıb da bu uşaq. İndi atlama hazırlayacağım onun üçün. Çünki ona hazırda nə qızartma, nə şirin yeməklər lazımdır yemək. Ona görə dedim ki, o yayla şorbasından eləyərəm yenə. Baxacam da ya atlama eləyərəm, ya yayla şorbası, amma evdəkilər yenə yayla şorbası istəyirlər. Bir də belənçinin sümüklü ətdən görüm nə pişirirəm. Bu 5 dəqiqə qalsın, bir də biraz buzu açılsın. Mən də o vaxta kimi götürüm çay dəmliyim. Demək, keçən dəfə televizorda gördüm, yəni ki, baxdım ki, çay necə dəmləyir. Götürür, deməli, bir qaşıq dəmə, 1 stəkan su düşür akaziyetsə. Bilməm, siz bilirsiniz onu, yox, yoxsa yox. Belə 3 çay qaşığı dəmdən əlavə elədi, sonra üzərinə 3 stəkan su, qaynar su əlavə elədi, qoydu dəmin üstünə. Sonradakı bir 5 dəqiqə dəm alandan sonra altını söndürür, qalır elə. Biraz da kək otu.
Gəldim qızlar, yumurta götürdüm, təzə soğan, limon, bir də kartof aldım. Bayaq getməmişdən qabaqda atlama elədim, artıq içilib. Burada sötmə ətdə bişirmişəm. İndi bir dənə balığı qızardacağım. Bunları yığışdırım, balıqları qızardım. Soğan da gətirdim, qoydum, bura içəri qoyacağım. Belə. Qızım yatıb yenə, Diazalin içdi, yenə yatdım. İstəyirdim əslində buraları pilisoslamaq istəyirdim. Saat indi hal-hazırda 6-dır da 7-yə işləyir. İstədim buranı pilisoslayım, görüm pilisoslaya bilirsəm pilisoslayarıq bir yerdə. Balığı qızartdım. Balığı artıq yeyildi. Bitdi. Nəzin hələ də yatır. Mən dedim bir buralar pilisoslayaram, amma görürəm ki pilisoslaya bilməyəcəm. Düz Nəzin saat Diazalini içib. Yəni pilisoslasam da elə oyanmayacaq. Amma deyirəm sabahları səhər-səhər ən yaxşısı sabah səhər-səhər otaqları hamısını pilisoslayaram. Soyutma o əti də, sümülü əti də bişirdim. Bugünlük yox da sabaha saxlayaram. Sabahları görüm nə bişirirəm ondan. Belə elə neçə gündə elə birazdan saçma istəyirəm maska qoyum. Kamforna yağ eləyirəm saçımın diblərinə. İndi Faberlikdən də qonşuya zakaz eləmişəm. Şampun, bir də balzam. Balzam ümumiyyətcə Faberlikin çox yaxşıdır. Bir neçə dənə şey almışam özüm üçün. Üz maskası almışam Bahar Store'dan. Qaş gedim gətirim. Dediyim kimi özümə yeni məhsullar aldım. Ümumiyyətcə mən üzümə heç bir şey çəkmirəm də. Demək olar ki, karandaşdan başqa heç bir şey çəkmirəm. Əvvəllər çəkirdim pudra. Belə də baxanda hara gedirəm ki, nə də çəkim üzümə. Bir dənə mağazindən düşürəm, mağazinə gedirəm, gəlirəm. Ona görə də ki, üzümə nə kosmetika heç bir şey çəkmək istəmirəm də. Ancaq gözümə karandaş çəkirəm, bir də qaşımı sabitləyirəm və salam. Dediyim kimi Bazar Store'dan bax bunları aldım. Budur. Yəni bu üz yuma gelidir. Bir dəqiqə işığı yandırım. Belə bir üz yuma geli almışam. Yəni pis deyil. Bu quru dərilər üçündür, kombinirованный üzlər üçündür. Yəni ki həm yağlı, həm quru eyni anda
olan dərilər üçündür. Yaxşıdır. Məsəl üçün mən Nərgiz shopdan alanda aldığım aloe üz yuma geli, onu üzü yuyandan sonra düzdür, qəşəng belə içinə xiyar qoxusu gəlirdi də, amma onu yuyub qutandan sonra üzdə elə biraz elə bir ki quruma hiss olunurdu. Amma bunda isə yox. Fantoma firmasıdır. Görsənir, hə, deyə burada belə görsəndi. Pis deyil. Yəni ki, yaxşıdır. Hələ ki yaxşıdır. Xoşuma gəlir. Bundan sonraki üzümə nəmləndirici çəkirəm. Nəmləndirici də ki, elə Jenşinin nəmləndiricisini almışam. Bir dəqiqə onu da gətirim. Dediyim kimi, bunu deməli səhər axşam üzümə çəkirəm. Axşamdakı yatmamışdan qabaq bax belə bir üz nəmləndiricisi almışam. Jenşinli, ambalajlı pis deyil. Nevskaya kosmetikadır. Pis kosmetika deyil. Yaxşıdır. Yəni ki, belə narazı deyiləm. Daha sonra retinol tərkibli Koreyanın istehsalı olan belə göz altı kremini almışam. Bilməm, görsənir. Koreyanındır. Dəqiqə işığı söndürüm. Hə, ışığı söndürdüm. İndi bax, tam dəqiq görsənir. Yəni A və Y tərkibli vitaminlər var. Gözaltı. Yəni ki, dedi ki, xanım dedi, yəni bir həftə ərzində hər gün axşamlar, gecələr göz altınıza çəksəz, həm də dedi qırışlar belə açılacaq, rəngdə göz altı rəngi ağaracaq. Hələ ki təzə başlamışam deyə heç nə deyə bilmərəm ki, köməyi var, yoxsa yoxdur. Bunu məsələn 20 manata götürmüşdüm. 21 manata da 30 neçə manatdan endirimlə düşmüşdü, 20 neçə manata. Yəni Koreyanın da elə nəzminlə getmişdim. O da dedi ki, bəs hal-hazırda Koreyanın məhsulları daha yaxşıdır, daha keyfiyyətlidir. Daha sonra belə bir SPF-li üz kremi aldım. Vitamin C var bunun içərisində. Səhərlər elə bir ki, bunu çəkirəm üzümə. Üzümü yuyub qutarandan sonra quruluyuram. Üzümə bunu çəkirəm. Başqa içərisində nə vardı? Yadımdan çıxdı. O bilirəm ki, vitamin C var içərisində. Üzü ağardır. Da bilməm başqa nə var içərisində, amma xanım da ki təriflədi. Pis deyil. Niyə belə bir şey ilk dəfə də alıram. Belə bir də qəşəng qablaşdırması var. Baxın. Bu da Farmona firmasıdır. Pis deyil. Bir də saç üçün belə bir saçın ucları üçün belə bir argan yağı almışam. Maskadır. Həm keratin, raskoşne volası, maska, masla argan, keratin. Saçlarımın uclarını həftədə 2 dəfə çəkmək lazımdır. Buna məsəl üçün Bazar Store'dan almışdım. Burada yuxarıda Bazar Store'da. 13 manata. Həm qızım istifadə edir, həm mən istifadə edirəm. Bir də belə bir qaş üçün karandaş almışdım. Bu da pis deyil, qəşəngdir. Yəni nazik karandaşı var. Rəngi də çox qəşəngdir. Baxın belə tünd deyil, qara da deyil. Belə tünd qaraya çalan korişnivadır. Belə qəribə rəngi var. Bunu da 15 manata almışdım. Bahar Store'dan almışdım. Və belə yeni məhsullar aldım. Xanımlarınız gərək özlərinə diqqət eləyərlər. İndi neçə vaxtdır ki, elə istəyirdim üzüm üçün maska eləyim, üz maskası hazırlayayım yumurtanın ağından. Bir xanım yazmışdı, yumurtanın ağını çalırsan, içərisinə biraz limon suyu sıxırsan, ondan qəşəng üz maskası alınır. İndi hal-hazırda gecdə, inşallah yəqin ki, sabahları eləyərəm. Üz qulluqları başlamaq lazımdır. İnşallah ki, yaxşı olar. Əsas ən xoşlamadığım şey, yəni gözaltı qırışlardır. Yəni ondan azad olmaq istəyirəm. O da ki, yəqin ki, bu mənə kömək eləyər. Hətta bir başqa maskalar var ki, yadımdan çıxıb hal-hazırda oturub yadıma salsam, düşünsəm, yadıma düşəcək hansı maskalardır. Amma beləncə heç bir şey yadıma düşmür. Hansı gözaltı qırışlar üçün yaxşıdır. İndi də heç oturmuşam, heç bilmirəm neyiniyim. Balığı qızartdım.
o birisini elədim, atlamanı elədim, getdim mağazinə, gəldim. Elə bir çox şey də almıram. Elə gündəlik nə lazımdır, elə onları alıram. Hava ki istidir, elə də çox yemək istəmirsən. Məsəl üçün biz özümdən deyim də, orucluq ayından çıxmışıq. Yəni inanın görən gözüm yoxdur yeməyə. Yəni o dərəcədə çox yemirəm, az yeyirəm. Yəni yemək bişirmək də istəmirəm. O yeməyin iyi ki var, qoxusu var. O bilməm, məni vurub. Bax belə işlər. Gəldim qızlar, gəldim. Elə bir dənə koridoru, bir də kuxnanı plisostladım. Sabahları polları silərəm. Bütün otaqları yenə plisostlayım. Dünənə plisostlamışdım. Polu da silmişdim. İndi inşallah sabahları yenə polları plisostlayıb siləcəm. Mebellərin üstündə silmək lazımdır. Elə koridorla kuxnanı plisostladım. Bir dənə 2 dənə qab var. Onları da bir dənə yumaq lazımdır ki, daha qabım qalmasın. Gəldim, elə keçdim qonaq otağına ki, sizinlə sağollaşım. Belə işıq da yandırdım ki, biraz belə maraqlı olsun. Ekranda qəşəng görsənsin. Belə qızlar, hər birinizi öpürəm, bağrıma bastıram. İnşallah ki, videonu bəyənərsiniz. Bəyənsəz də like eləməyi unutmayın. İnşallah indən sonraki tez-tez videolar paylaşaram. Sizin xoşunuz gəlir. Yəni ki, hər gün video paylaşanda inşallah çalışacağım ki, hər gün videolar paylaşım. İnşallah bu videomdaki sabahları izləyəcəksiniz. Yəni qızlar, hər birinizi öpürəm. İnşallah ki, yeni videolarda görüşmək ümidi ilə. Allah amanında olun. Gecəniz xeyrə qalsın. Hələlik.